Xırdalan şəhərinin əla bir yerində yenə bağ evinə gəlmişik dəyərli dostlarımız. 3 sot torpaq sahəsinin üzərindədir. Uşaq vaxtı biz 20 il bundan qabaq elə güllər yığırdıq, onda məktəbdə oxuyurduq da. Sevir, sevmir, sevir, sevmir, belə eləyirdik. İndi satır, satmır, satır, satmır. Endirim var, yoxsa yoxdur. 149 min manata 3 sot torpaq sahəsinin üzərində şəxsi özünə tikilmə bir mülk təqdim eləyəcəm. Tam dolu əşyalıdır, bütün əşyalarla bir yerdədir. İt imkan versə təqdimat eləyəcəyik. Geniş bir şəkildə həyətyanı sahəsi var, gül çiçək dolu bostan sahəsidir. Evin manqalxana tərəfində də dəyərli dostlarımız həyətyanın manqalxanasına kimi gül çiçək sahəsi ilə əkilib, bəzədilib. Bura mülkümüzün bostan sahəsidir. 3 sot torpaq sahəsinin üzərindədir, kupçalıdır. Gözəl and içməyə bir ədəd də qəşəng quşlar aparmasa simitskamız var. Bərəkətli olsun. Həyətlə bostan sahəsi tamamilə ayrılıb. Gözəl bir ev sahibi tərəfindən manqalxana yığılıb. Manqalın altında artıq əşyalarınızı yığmaq üçün, həyət üçün krant sahəsi, kombi aparatının yeri tam şəxsi bir mülkdür. Dəyərli dostlarımız, tam şəxsi bir mülk. Tam dolu əşyalarla bir yerdə. Həyətinə də sərbəst şəkildə bir neçə avtomobil daxil etmək mümkündür. Ünvanı sizlərə deyirəm, Xırdalan şəhərində 119 marşrut yolunun prospekt yolla 119-un kəsişməsindədir. Bütün yaşayış obyektlərinə yaxındır, məktəbinə yaxın ərazidə yerləşir, kupçalıdır, evin kupçası var dəyərli dostlarımız. 149 min manat təşkil edir. Həyətin besetkasına kimi yığılıb, tamet daşlar, qaz, su, işıq, kanalizasiya hamısı da mərkəzidir. Mərkəzi giriş darvazasıdır. 055 291 3565 mənim əlaqə nömrəmdir. Mülkün 4 bir tərəfinə pəncərə sahəsi var və pəncərələrin qarşısı dəmir barmaqlıqlarla örtülüb, tamamilə hazırdır. Köç yaşa sizlərə bugünkü gündə tam dolu əşyalı mülk təqdim edirik. Bismillah eləyək, keçək evin içərisinə doğru. Ya Allah, bismillah. Gözəl geniş bir dəhliz sahəsi var. Mən deyərdim ki, buranı qonaq otağı kimi də istifadə eləmək olar, amma qonaq otağı varımızdır. Dəhlizdir, sanitar qovşaqdır, mətbəx sahəsi də hamısı istipoldur. Videoda görülən əşyaların hamısı evin içərisində qalacaq. 149 min manat deyilir. Endirim də nəzərdə tutulub. Bir dənə bu soyuducudan başqa. Bütün əşyalar hamısı qalır. İstipolla təchiz olunub. Burada yerləşir evin yataq otağı. Pəncərəsi öz həyətyanı sahəsinə baxır. İkinci yataq otağı ilə sizləri tanış edirik. Səhifəni bəyənib like etməyi unutmayın. Dəyərli dostlarımız, hər zaman, hər gün səhifədə sizlərə yeni, hər büdcəyə də uyğun evlər çəkib təqdim edirik. Sanitar qovşaq sahəsidir, ayrı-ayrılıqda. Gözəl bir şifaner sahəsi də yığılıb sanitar qovşağın dəhlizində. Tam dolu bütün aksesuarlarla bir yerdədir. 149 min manat təşkil edir, real müştərilərə endirim nəzərdə tutulub. Mülkümüzün burada yerləşir mətbəx sahəsi. Mətbəxin də pəncərəsinin qarşısı açıqdır və dəyərli dostlarımız, demək, evin arxa tərəfindən həyətyanı sahəyə də keçid etmək mümkündür, arxa tərəfə. Arxa tərəfdə sanitar qovşaq sahəsi var, həyət üçün. Mətbəxi ilə də tanış olduq və burada da yerləşir evin çox gözəl, möhtəşəm bir qonaq otağı. Qonaq otağında pəncərəsi əlbəttə ki, öz həyətyanı sahəsinə baxmalıdır. Bu otaqlarda istilik sistemi radiator vasitəsilə qızdırılır. İstipol olan yerlər dəhlizdir, sanitar qovşaqdır, mətbəxdir. Qiymət 149 min manat təşkil edir. Dəyərli dostlarımız, real müştərilərə evimizin qiymətində endirim olunacaq. Sağ olun, sağlıqla qalın.